Hamıya salamlar qızlar, kanalıma yenidən xoş gəlmisiniz. Səhər saat 10-dur, durdum, hazırlaşdım. Bu sizin çox sevdiyiniz, mənim də çox sevdiyim köynəyi geyindim. Baxın qızlar, belə qəşəng bağlanır. İndi bilməm, deyəsən qəşəng bağlamamışım o qədər də, amma nəysə. Çünki tələsik hazırlaşdım. Belə sırğamı da taxdım, baxın. Göz formasındadır. Məncə köynəyə uyumludur, çünki göy gözdür. Bu şalvarımı geyindim. Bu şalvarımı da həmişə sizə göstərirəm. Çünki çox sevirəm. Ona görə də daimi demək olar geyinirəm tez-tez. Gedirik. Yoldaşım mənə maşın sürməyi öyrədir. Düzdür, sürə bilirəm, bacarıram. Amma yenə də tam tək yola çıxa bilmədiyimə görə biraz sanki çəkinirəm, bilmirəm. Ona görə nəysə, indi səhər tezdən gedirik. Mən sürəcəm maşını. Famil də yolda mənə şey eləyəcək, yön göstərəcək. Ondan sonra da səhər yeməyi yemək istəyirik. Çünki səhər yeməyi yeməmiş. Amma yer seçməmişik. Neysə, gedəcəyik, yolda hər şey görərik. İnşallah bu da bir maraqlı vlog olar sizin üçün. Bu çantamı götürdüm. İçinə də kəlağayımı qoydum bu göy rəngdə. Məncə bu mənim köynəyimə də, şalvarıma da düşür. Birdən soyuq olar deyə. Çünki havalar nəsə soyuyub deyəsən. 23 dərəcə deyəsən isti var. Ona görə hər ehtimal götürdüm. Kabromu dəyişmək qərarına gəldim. Bu yadınızdadırsa Temudan almışdım. Keçən vloglarda sizə göstərmişdim. Çox qəşəngdir. Bunu taxacağam indi. Qızlar, bu ətri mən hər gün vurmuram, amma baxıram ki, yarılamışam mən bunu. Hansı ara yarılamışam, dəri olmuşam. Bayaqdan fikirləşirəm, hansı ara yarı olub heç bilmirəm. Bu Zara'dan almışdım, sizə göstərmişdim bir vlogda. Bilməm, baxmışdınız ya, 2 dənə Zara parfümü almışdım, biri də buydu. Bu daha belə soft, daha belə necə deyim, yüngüldür və həm şirindir, həm belə hava ətridir. Belə də qarışıq bir şeydir, amma çox qəşəng. Həm də sitrus var içində. Zara'ya gedəndə istəyirsiniz bir dənə bunu ətrinə baxan görün necədir. Qızlar, biri gördü təkərin arasında bir şey var. Yox, de oradadır. O bir təkərin yanındadır. O bir təkərin yanındadır. Çəkil, mən götürürəm. Hissəsini çəkə bilmədim, amma biz baxanda pişiyin başı tam olaraq təkərin baxın diskindən belə çıxmışdı. Sizə təxmini göstərmək üçün belə bir şey elədim. Qızlar, indi bunu aparırıq veterinara. Bayaqdan nə qədər veterinarla danışırıq. Bayram günü olduğuna görə çoxsu işləmir. Amma ki, indi birini tapdıq. Buralarda bir yerlərdə olmalıdır. Gedirik ora. Can. Heyif maşından düşəndə sizin üçün o yerlərini çəkə bilmədim. Hansı ki, pişik tamamilə diskin içindəydi. Başı yəni diskdən çölə çıxmışdı. Bu həyatda ümumiyyətlə təsadüfə inanmıram. İnanıram ki, bu pişik də mənim qarşıma təsadüfən çıxmayıb. Yəni, mən onu seçməmişəm, o məni seçib. Pişiklər mistik heyvanlardır və onların rənglərinə görə də mistik təsirləri, mənaları dəyişir. Saxladığınız pişik ola bilər və yaxud həyatinizə gələn pişik, tez-tez sizin qarşınıza çıxan pişiklərin rənginə fikir verin, görün onlar nə rəngdə olur. Sonra isə kiçik araşdırma eləyin, onların mənalarını öyrənin, çox maraqlıdır. İndi belə bir şey aldıq. Düz 1 saatda veterinardayıq. Hər tərəfli yoxladı, hər tərəfli. Gözlərinə dərman yazdı, 2 dənə göz damcısı yazdı. Oradan adi aptekada girməliyik. Birini aldıq veterinardan elə klinikadan. Birində insan aptekından almalıyıq da. Sonra yemək zədə aldıq. Bir damcı yedi, amma çox yemədi yemək. İndi də götürmüşük bunu, gedirik şuvalana. Çünki deyir qətiyyən evdə saxlamayın. Çünki bilinmir də bitiz adı var. Lunaya keçə bilər ya başqa bir virusu zadı ola bilər. Ona görə aparırıq bunu şuvalana. İnşallah Mişaya da heç nə keçməz. Amma çölə də ata bilmirəm də. Bu dəqiqə bunu sahibləndirməyə adam da yoxdur. Ona görə şuvalana gedəsi olduq. Səhərdən yemək yeməmişik. Artıq saat 13-13'dür. Arzu tutaq. Biz onu tapanda gözləri ümumiyyətlə açılmırdı, amma veterinar 1-2 damcı damlatdı dərmanla, bir də başqa bir şeylərlə sildi və gözləri biraz olsa açıldı. Saat güncəlləməsi eləyirəm. Saat 13:56-dır. Şuvalına gəlib çatmışıq, amma hələ evə çatmamışıq. Və hələ də acıq qızlar. Vlogu başlayanda sizə demişdim də deyəsən, birinci maşını sürəcəkdim. Mən getdim işə. İş tərəfdə parkingdə saxladım. Orada başımıza belə bir iş gəldi. Bilmirəm o yerlərini göstərmişəm ya yox. Həmin anda o pişik təkərin diskinin içinə girmişdi. Nə qədər məsafə gəlmişik bilmirəm. Yəni evdən gələndə mümkün deyil olsun. Çünki evdən gələndə biz market tərəfdə saxladıq.
saxladıq. Yəni pişik zad yox idi. Bəlkə də orada girib təkərin arasına, diskin içinə, bilmirəm. Parkinqdə əməlli səs eşidirdik. Biz elə bildik ki, parkinqdə hardasa pişik var. Amma səs o qədər yaxından gəlirdi ki, park elədim, saxladım, görürəm səs hələ də gəlir. Maşından düşdük ki, pişiyin başı girib təkərin diskinin içinə. Allahdan təsəvvür eləyin və veterinara deyirik. Veterinar deyir ki, mümkün deyil də bizi diskin içində qalmış pişiklər gətiriblər bura. Danışanda belə ay Allah qəribə oluram da. Niyə belə oluram? Başının oxları yanıqdır. Tık səs gəlir, üzürlüsən, bilməm, sizi narahat eləyir ya yox. Veterinar deyir ki, maşının təkərinin diskində qalan pişiklər gətirirlər bizə nə gündə, ayağı əzilib, nə bilim, harasından nəsə olub, danışmaq istəmirəm, sizin də ürəyinizi ağrıtmayım. Amma deyir, möcüzədir ki, buna heç bir şey olmuyor. Deyirəm, həqiqətən də, yəni möcüzədir, Allah saxlayanda saxlayır. Qızlar, bunu həkim yazmışdı, Skyvetə getmişdik, sağ olsunlar. Yəni, heç bir əməkdaşlıq falan yoxdur da ortada, tam belə səmimi şəkildə sizlərlə bölüşürəm. Oranın veterinarı da çox yaxşı idi, orada digər əməkdaşlar da çox yaxşı, həqiqətən də şey göstərdilər, səy göstərdilər bu pişiyimizə, bu balamıza. Birinci günlər Skyvetdə küçə heyvanlarına müayinə pulsuzdur. Belə amma 30-40 manatdır, səhv eləmirəmsə, dəqiq bilmirəm qiymətin. Belə şəhərdəki qiymətləri deyirəm də sizə. Pulsuz, yəni müayinə elədilər. Digər şeyləri lazım olanları aldıq sadəcə olaraq pulla. Bunlar da familindir, bəziləri şeydən idi, aptekdən idi. Getdi bunların hamısını aldı. İnşallah bu balamızı sağaltmalıyıq. Böyle falan ekmeği var da. Tamam. Git yukarı geldi. Pis pis pis. Hara kaçırsan? Adı ne olsun kızlar bunun? Hələlik bunu koyduk bura. Geldi elə bir yere girib ki, indi bir şey. Daşların arxasında, evin arxa hissəsinə. Axır ki, başımıza oyun açdı da bu bir şey, Allah'ın olsun. Oyaq da suyun içine girdi. Ay valla biz sənə yaxşılıq eləmək istəyirik. Buna, gör nə günə qaldı. Ay Allah, ot deyir. Gedək. Mişa da şokdadır ki, bu nə baş verir burada. Deyə görə. Bırakma sən. Hara gel. Mişa şokdadır. Pişiyin müalicəsini dedim elə özüm başlayayım, sonrasında mama davam elətdirər. Keçən dəfə bir post paylaşmışdım YouTube-daki, bəs sizin üçün nə maraqlıdır, nə suallarınız var, gələn vloqlarda nə haqqında danışım, bu haqqda mənə yazın. Bir izləyicim də həmin postun altına belə bir rəy yazdı. Rəylərinizin hər birini oxuyuram, çox təşəkkür edirəm və mümkün olduğu qədər də cavablandırıram. Düşünürəm ki, xanım çox maraqlı suallar verib, ona görə də istəyirəm bu vloqda bu suallara cavab verim. Subay vaxtımda, yəni evlənməmişdən öncə xaricdə yaşamağı istəyirdim. Özüm üçün o qədər variantlar yaratmışdım ki, yəni Amerikaya da gedə bilərdim, Taylanda da gedə bilərdim, nə bilim Avropa ölkələrindən hansınasa da gedə bilərdim. Yəni variantlarım çox idi, hətta Dubaya belə. Getmək belə gəzmək mənasında yox ha, gedib əməlli başlı qalmaq. Yəni saydığım hər bir ölkədə nələr eləyə bilərəm, nə işlər görə bilərəm, hətta bəzilərində iş belə tapmışdım. Amma həmin dövrdə özümü o qədər xoşbəxt hiss eləmirdim və xoşbəxtliyi mən xaricdə axtarırdım. Elə bilirdim ki, başqa yerə getsəm xoşbəxt olacağam. Zaman keçdikcə, yaşadıqca həyatı gördüm ki, xoşbəxtlik insanın öz içindədir. Hara gedirsən git, amma özündən qaça bilmirsən. İndi isə komfortumuzu biz Azərbaycanda qurmuşuq. Hansısa ölkəyə get, orada sıfırdan başla. Bizim üçün məncə o qədər də asan olmaz. Rusların bir sözü var, dilə kolay. Yəni danışanda asan gəlir insana, gedirsən hansısa bir yerdə bir həyata başlayırsan, amma qızlar o qədər də asan deyil. Xaricdə yaşayan Azərbaycanlı qohumlarımız da var. Yəni onların nə çətinliklər çəkdiyini biz görürük. Ətrafımda xaricdə yaşayan tanışlarım, qohumlarımız çoxdur. Eyni zamanda özüm də çox araşdırmalar eləmişəm bu haqda. Yəni əgər istəsəz bu barədə ətraflı başqa bir vloqda danışa bilərəm. Pişiyi yerbəyer elədi, dərmanlarını tökdüm, hər bir şeyini elədim. Sadəcə bəzi dərmanlar gündə 2 dəfə, bəziləri də gündə 3 dəfə olduğuna görə qalanlarını mama eləyəcək axşam. Yəni hər şeyini elədim də, yeməyini də suyunu da qoyduq. Pişiyi yerbəyer elədiyimizə görə rahat bir şəkildə yolumuza davam edə bilərik. Qızlar, qərarı aldıq ki, dəniz qırağına gedək, orada yemək yeyək, onu özümüz alaq şeylərimizi. Ona görə gəldik Bravoya, burada nələrsə götürək, gedirik indi dəniz qırağına. Belə bir şey götürdük.
Qulaqçılar. Dəhşət külək var. Deməli güya biz qril axtarırdıq, amma nə qədər axtardıq tapa bilmədik. Burada cəmaatdan da soruşduq, dedilər yoxdur. Ona görə də biz qrillə yeməyə güya pomidor, xiyar, belə çörək zələ almışdıq. İndi amma pomidor, xiyarı çörəklə boş yeyəsi olduq, çünki qril tapmadıq, amma eybi yox. Əsas mənzərəmiz qəşəngdir. Aranızda bu chipsidən yeyən var. Nədir bunun adı? Chipsters. Çox qəşəngdir. Qiyməti 1 manat neçə qəpiyə düşmüşdü. Videoda deyəsən çəkmişdim. Yəni çox qəşəng dadı var. Leysə də oxşuyur, amma Doritos'a çox yox, amma biraz leysə oxşuyur, hə. Amma qiymətinə görə performansı möhtəşəmdir. Yəni alıb yeməmisinizsə, qiyməti endirimdədirsə, məncə bundan götürün bir dənə baxın dadına. Tutan acı boyunca tut yemedim doyunca çıkmam birce sözümle seni yalvarırım Gördüm seni gözlerimin yaşınsa ne gördüm seni Sağa dönün. Sağa dönür. Bu niye başımıza bunlar çıktı magistralda özdə? Çəkə bilmədim o yerini. Karşıdan adamlar. bu ellerin ister bende kalıbı bağlıyım sözler bende senin hiç yakma düşmeyin bu mehabbetindi kalıbı oduralım bende. Burada qızlar gəldim dırnaqlarımı düzəltdirməyə, amma bu dəfə başqa bir ustanın yanına gəlmişəm. Öz ustamla danışdım, dedi ki, mən Bakıdan kənardayam, ayın axırı qayıdacağam. Amma mən də artıq gözləyə bilmirdim, çünki dırnaqlarımı mütləq şəkildə düzəltdirməliydim. Ona görə iş yoldaşımın tövsiyə elədiyi bir yerə getdim. Bu arada mən də Buzovnaya salamlar deyirəm. Bayaq heç fikir verməmişdim. İndi fikir verirəm ki, xanım yazıb ki, Buzovnadan salamlar. Elə bayaq getdiyimiz dəniz bu arada elə Buzovnadaydı. İndi keçirəm ikinci suala. Bildiyiniz kimi mənim 2 işim var, bir dövlət işim var, bir də ki YouTube-la məşğulam. Buna hobi kimi yox, iş kimi baxıram. Çox şükür Allaha hər işimdən razıyam, amma bəzən insan hər şeydən yorulur. Çünki daha çox qazanmaq istəyirsən, daha çox şey əldə etmək istəyirsən, daha çox uğura nail olmaq istəyirsən, amma bəzən də fiziki olaraq belə buna yetə bilmirsən. Amma YouTube işimlə bağlı sizin dəstəyinizə çox ehtiyacım var. Çünki abunə saylarımın artmağı çox o qədər də könlümcə getmir. Videolarımı sevərək izləyən, amma hələ də kanalıma abunə olmayan çox sayda izləyicim var. Sizdən xahişim, əgər sizin üçün bir problemi yoxdursa, kanalıma abunə olmağı unutmayın. Son 1-2 ayda bilmirəm nə məsələdirsə, kanalımın aktivliyi düşüb. Buna görə də sizin dəstəyinizə çox ehtiyacım var. Xanımın növbəti və sonuncu sualına da cavab verin. Bir vlogda bu haqda danışmışdım. Necə ayrı qalmışam, niyə görə ayrı yaşamışam. Ona görə bu haqda ətraflı danışmaq istəmirəm. İstəyirsinizsə həmin vloqu aşağı qoyuram. O vloqa baxmağı unutmayın. Amma bir şey deyim ki, siz çalışıb işləyəndən sonra, öz ayaqlarınız üstündə durmağı bacarandan sonra, yəni öz pulunuzu qazanandan sonra bir çox şeylər eləyə bilərsiniz. Burada usta müxtəlif gel rənglərini qoydu qarşıma ki seçim, amma sonda yenə də süd rəngini seçdim. Və mənim özümə də çox maraqlı gəldi. Ona görə dedim ki, bunları da çəkeyim, bir dənə izləyicilərimə də göstərim. Çünki usta tam bir Stitch hayranıdır. Buna baxın, belə bir suveniri var, belə bir oyuncağı var. Telefonunun kablosu da Stitch'dir, wallpaper'ı da Stitch'dir. Xanımın özü çox şirin, şəkər, nəzakətli bir xanım idi. Çox incə işlədi. Qızlar manikyurunu da sizə göstərirəm və tam qanatmadan təmiz işlədi. Səhv eləmirəmsə, ya 2020-21 ya da 21-22-ci illərdə mən Green Card'a başvurmuşam, ondan sonra isə etməmişəm. Çünki o vaxt başqa bir ölkəyə köçməyi, orada yaşamaq istəyirdim. Onun üçün də bu variantlara əl atırdım. Amma elə insanlar da var ki, heç getmək istəmir. Yəni getmək, köçmək fikri də yoxdur. Əslində heç qazansa da gedə bilməyəcək, amma yenə də başvurur. Mənim fikrimcə bu düzgün bir şey deyil. Adırlar çekirsiniz. Özümü soxut. Səncə görünmür burada nələr göstərim səndə. Çünki mən bəlkə də ora həqiqətən getmək istəyən, oranın arzusu ilə yanıb tutuşan bir insanın yerini tutmuş ola bilərəm. Ümumiyyətlə bir şey də deyimsə ki, mən Amerikanın xəyalını heç vaxt qurmamışam. İnsanlar var ki, Amerikaya getmək belə onlar üçün xəyaldır, amma Amerikanı nədənsə sevmirəm, sevə bilmirəm. Elə də danışdım, elə bir ki, elə Amerika mənim üçün ölür. Salonda başqa bir dırnaq ustası da var idi. Xanım o qədər belə gülməli söhbətlər edirdi, zarafatlar edirdi. Yorğun arğın işdən çıxıb getmişdim, amma elə bir orada dincəldim.
Geçen sesimi yazar ora. Sesten bir sür, patlanacaqsan. Sizin iç səsinizi eşidər kimiyəm, çünki deyəcəksiniz ki, bu qız yenə də French rəhdirdir. Amma neyniyim qızlar, zəriflik aşıqı kimi Frenchdən də vazgeçə bilmirəm. Bu da mənim ustamın əl işləridir. Buna baxın, elə bilin ki, rəssam çəkib. Yəni həqiqətən də rəssamdan da hətta qəşəng çəkir. Yəni bunları çəkən adam Frenchi əlbəttə ki, mükəmməl çəkəcək. Bilmirəm gördünüz, fikir verdiniz ya yox, bu dırnaqların da içində stitch var idi. Bəs sizin ən çox sevdiyiniz dırnaq forması, dırnaq dizaynı və yaxud da rəngi hansıdır? Rəyləri yazmağı unutmayın. Hər kəllərimi də sizə diqqətlə göstərdim ki, baxın görün nəticə necə alınıb. Evə gəlib tez bazar eləyə biləcəyim yemək belə bir şey oldu. Qiyməsi çox möhtəşəmdir, qəşəng. Bu da belə bir pastasını hazırladım. Amma çəkə bilmədim, çünki tez bazar elədim. Yəni videonu qoş, bir də onu çək. Onları bacara bilmədim qızlar. Belə amma dedim ki, eybi yoxdur. Son nəticəni sizə mütləq göstərməliyəm və göstərdim. Bunlar Hawaiian Tropic'in deməli 3 dənə fərqli məhsuludur. Bunları niyə almışam? Gəlin sizə deyim. Mənim dərimin rəngi açıq rəngdə olduğu üçün, yəni ağ dəri tonum olduğu üçün birinci vuracağım şey dənizdə 50 SPF-dir. Yəni daha çox günəşdən qoruma. Baxın 80 dəqiqə günəşdən sizi tamamilə qoruyur. 50 SPF-i çəkirik biz. Baxın 80 dəqiqə qoruması var. 50 SPF-i çəkirik, günəşin altında qalırıq. Bədənimiz günəşə öyrəşəndən sonra bu artıq bizə imkan verir ki, biz əməlli başlı zaqar alaq. Daha sonra zaqarımızı aldıq gözəl bir şəkildə, yəni qutardıq, artıq evə gedirik və yaxud da evə gəldik, indi bilmirəm də nə vaxtı. Zaqarı alıb qutarandan sonra isə baxın after sun, yəni ki günəşdən sonra. Günəşdən sonra artıq biz bu nəmləndiricini bədənimizə çəkirik. Bununla da dərimizi yatışdırırıq, yəni ki yanmanın qarşısını alırıq. Eyni zamanda bol-bol nəmləndiririk ki yanma, soyulma halları olmasın. Ona görə mən bu üçlü belə aldım, ayrı-ayrı aldım, dəst şəklində deyildi. Aldım, istifadə eləyəcəm, rəylərimi də sizlərlə bölüşəcəm. Töktüm, dağıttım. İyi, çox qəşəngdir. Axşam vaxtı bu SPF-ləri niyə çəkirəm? Çünki heyf olmasın. Kızlar, bunun saqqıza bənzər çox belə fresh, çox qəşəng yüngül bir qoxusu var. Çox bəyəndim. Kızlar, dırnaqdan evə gələndə belə bir şeylər aldım. Bu Adikto'dur. Super Pontik mənim uşaqlığımındır da, yəni. Bunu yeyəndə uşaqlığımı xatırlayıram. Bilmirəm siz nə hisslər keçirirsiniz. Ümumiyyətlə sevirsiniz Super Pontik'i. Bu Baby Fox'la bu çokonat baklavanı ilk dəfə də yeyəcəm. Bunları açığı mənə iş yoldaşım tövsiyə elədi. Dedi ki, Baby Fox bu tam olaraq Kinder dadı verir. Deyir, tam Kinderdir. Dəli bir Kinder yeyirsən. Amma qiyməti Kinderdən çox-çox münasibdir. Görürsünüz də böyük bir batondur. Dadına baxacağım. Almışam ki, görüm həqiqətən də mi Kinder dadı verir. Amma deyir, verir də. Bir də bu çokonat baklavanı, deyir ki, sən keçən dəfə göstərmişdin, o paxlavalı şokolad var idi qızlar. Deyir, onu sevirsənsə, bunu da sevərsən. Bu da onun dadını oxşuyur. Maraqlıdır. Əslində 2 dənə götürmək istəyirdim, amma qızlar 3 dənə qalmışdı son. 2 dənəsi bildiyiniz əzi idi. 3-4 dənə yerə bölünmüşdü. Bir dənə buydu tam vəziyyətdə olan. Ona görə bunu götürdüm, onları götürmədim. Bu içi waffle'dır. Heç waffle olduğunu fikir verməmişdim. Üstü ağ şokoladdır və bir də belə fıstıqlar var üstündə, içində. İçində deyəndə ki, waffle'ın içində yoxdur, yəni üstündə. Dadlıdır belə, amma bilməm, 1 manat 65 qəpiyə bəlkə də yemək olar, amma nəyəsə baha gəldi. Düz deyil, o biri şokoladlar da baha idi ki, onlar ucuz idi ki, o birisi göstərmişdim sizə. Nestle'nin damak şokoladları Azərbaycanda qiymətləri yəni uçub. Bunun qiyməti yəqin ki, Türkiyədə ucuzdur, amma bizdə belə bahadır. Bu da belə bir şeydir, baton formasında.
Mən dedim ki, tamamilə Kinder dadı verir. Amma nəsə Famil mənimlə razılaşmadı. Deyir ki, bu Kinder dadı vermir. Kinder'in kitayski versiyası dedi hətta buna. Amma məncə Kinder dadı verir. Bilmədim, dadlar niyə belə bizə fərqli gəldi. Amma mən bəyəndim. Kızlar, siz Allah, eğer bu xam-xamdan almışsınızsa, sizdən nə çıxıbsa yazın da rəyləri, mənə çox maraqlıdır. Mən aldım, bir dənə oğlan üçün olanından aldım, bir dənə qız üçün olanından aldım. Bu arada Instagramda paylaşmışam, yəqin bəlkə də YouTube'da da paylaşmışam, indi hal-hazırda bilmirəm də. Olur, videolar fərqli zamanlarda paylaşıla bilir. Dadı qəşəngdir, dadını bəyəndim, dadı pis deyil. İkisinin də dadı məncə eynidir, mən fərqli bir şey görmədim. Məndə nə çıxdı sizə göstərmək istəyirəm. Qız üçün olandan, yəni qırmızının içindən belə bir şey çıxdı. Hətta yazanlar oldu ki, bizim üçün rezin dəstlər falan da çıxıb. Kaş rezin çıxsaydı, mən özüm istifadə edə bilərdim. Bunu indi bilmirəm kimə verim. Aylaya verə bilərəm əslində. Hə, Aylaya yapar. Aylanın maşallah bir oyuncağı var ki. Bir də oğlan üçün olandan, buna bax, buna bax. Bir də oğlan üçün olandan belə bir şey çıxdı. Hal-hazırda mənim həm maşınım var, həm də ki təyyarəm var. Da məni kim tutar? Luna ilə birlikdə, Luna kameraya bax. Bax kameraya. Luna sizi öpdü qızlar. Sizinlə bir yerdə sağollaşırıq. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirik. Sizi çox sevirik. Hələlik.